Düşünürsünüz ki, qida təhlükəsizliyi yalnız ictimai yaşayış obyektinin mətbəxində başlayır. Yanılırsınız. HACCP sistemi sizin müəssisənin daxilində deyil, ondan çox əvvəl təchizat zəncirində başlayır. Hər məhsul sizə gəlməzdən əvvəl sual verin. Məhsulu kimdən alıram? Onların özləri qida təhlükəsizliyi tələblərinə cavab verirmi? HACCP və ya ISO sertifikatları varmı? Çünki keyfiyyətsiz və təhlükəli xam mal qəbul edildikdə ən yaxşı HACCP sistemi belə nəticəni dəyişə bilməz. Bəs nə etməlisiniz? Təchizatçı auditləri. Təchizatçının özünün HACCP və ya ISO təhlükəsizlik sertifikatının olmasını yoxlayın. Texniki şərtlər. Hər məhsul üçün temperatur, görünüş və sənədləşmə kimi qəbul tələblərini dəqiq müəyyənləşdirin. Qəbul qeydləri. Məhsul gələndə onun temperaturunu və sənədlərini yoxlayıb dərhal qeyd edin. Yalnız etibarlı təchizatçılarla işləyin. Unutmayın ki, təchizat zəncirindəki nəzarət sizin HACCP sisteminizin təməlidir. Etibarlı təchizatçılarla işləmək və qida təhlükəsizliyi müəssisəsində tətbiq etmək istəyən sahibkarlar daha ətraflı məlumat üçün afsi.gov.az saytına daxil ola və ya Minut Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.